Salam, biz bugün sizlərlə qəbula düşmüş suallardan biri olan 61-ci suala baxacağıq. Sualımız Python-la bağlı olan bir sualdır və Python-da for operatorundan istifadə olunub, yəni dövr operatorundan istifadə olunur və dövr operatorunda aralıq nə verilir bizə? 1-dən 15-ə qədər. Biz də bilirik ki, bu aralıq 1-dən 14-ə qədər hesablanır. Yəni 15-ci nəzərdə tutulmur. Daha sonra gövdəyə baxdığımız zaman burada bir if şərti var və if şərtinə baxdığımız zaman burada bizdən nə istəyir? İ'nin 2-yə tam bölünməsini istəyir. Nəyə görə i'nin 2-yə tam bölünməsini istəyir? Çünki burada nida bərabər 1 o deməkdir ki, qiymət sonda yəni qalığı 1 çıxmır, tam bölünür ədəd, yəni bərabər deyil deməkdir. Yəni burada olan, yəni aralıqda olan elementlər 2-yə tam bölünməlidir. Bu da o deməkdir ki, bu aralıqda olan yalnız cüt rəqəmlər 2-yə tam bölünə bilər. Və aralıqdakı cüt rəqəmlərimiz hansılardır? 2, 4, 6, 8, 10, 12 və 14. Demək, burada 7 dənə cüt ədəd var. Və bu S bərabərdir S plus 1-də bu cüt rəqəmlərin sayını bizə göstərəcək. Amma bir şey diqqət etmək lazımdır ki, S-in ilkin qiyməti 1-dir. Yəni bu zaman 1 üstə gəlinsin 7 kimi hesablasaq, bizə nə verəcək? 8 və print ekrana hansı qiyməti çıxarır? 8 qiymətini. Burada doğru variant B variantıdır.